Doktor, babasili əməliyyatsız müalicə ilə sağaltmaq mümkündürmü? Babasil xronik bir xəstəlikdir. Çox zaman uzun müddətli ishaldan sonra yaranır və yaxud da ki, qəbizlikdən sonra yaranır. Bu da anal kanalda olan qan damarlarının həddindən artıq böyüməsi, şişməsi nəticəsində baş verir və bəzən elə olur ki, artıq oradan qan gəlməyə başlayır. Babasilin dərəcələri var. Birinci dərəcə, ikinci dərəcə, üçüncü və dördüncü dərəcə. Birinci dərəcə babasil odur ki, içəridədir, ələ heç nə dəymir, xəstə heç nə hiss etmir. İkinci dərəcəli babasil odur ki, xəstə deyir ki, doktor, arada əlimə nəsə dəyir, amma girib çıxır, yəni birdən yoxa çıxır, birdən var. Bax, bu ikinci dərəcədir. Artıq üçüncü dərəcəli babasil odur ki, xəstənin ələ nəsə dəyir, düyün kimi, noxud kimi, xəstələr belə ifadə edirlər. Lakin içəri girmir, bərkdir, bəzən ağrı verir, qaşınma, göynəmə kimi şikayətlər olur. Hətta arada qanayır da artıq üçüncü dərəcədir. Üçüncü, dördüncü dərəcə, yəni dördüncü dərəcə babasil artıq çox böyük olur. Yumurtadan biraz kiçik, yumurta boyda anal kanal ətrafında şişkinlik, qızarıqlıq, trombozə, damarlar görürük. Bu zaman artıq bu ciddidir, əməliyyata göstərişdir. Amma mən hər zaman deyirəm ki, əməliyyat öncəsində babasilə səbəb olan altdakı xəstəlik, yəni ya qəbizlik, ya ishal müalicə olunmursa, xəstə həyat tərzini dəyişmirsə, əməliyyatdan sonra daha da çətin olacaq. Çünki qəbizlik davam edəcək, babasil əməliyyatından sonra çox xəstələr əziyyət çəkəcəklər, böyük barə çıxa bilməyəcəklər. Ona görə öncə altda yatan səbəb müalicə olunmalıdır, ishalın qabağı alınmalıdır, qəbizliyin qabağı alınmalıdır, xəstə həyat tərzini dəyişməlidir, müalicə verməliyik. Bu zaman əlbəttə ki, faydası olur. Əməliyyatdan qaytardığımız çox xəstələr var. Bütün bunlara əməl edəndən sonra yenə də davam edirsə şikayət, yenə də qanama varsa, yenə də xəstəni narahat edirsə, bu zaman təbii ki, son çarə cərrahi əməliyyatdır.